Zəbur 51-ci məzmur. Musiqi rəhbəri üçün Davudun məzmuru. Davudun Batşeva ilə olan münasibətinə görə Natan Peyğəmbər onun yanına gəlib ira tutandan sonra. Məhəbbətinə görə, ey Allah, mənə rəhm elə. Bol mərhəmətinə görə qanunsuzluqlarımı sil. Təqsirimi tamamilə yu. Günahımdan məni təmizlə. Çünki qanunsuzluqlarımı bilirəm. Günahım daim gözümün qarşısındadır. Yalnız sənə qarşı günah işlətmişəm. Gözündə pis saylanı eləmişəm. Mənə görə çıxarılan hökmündə ədalətlisən. Məni məhkum eləməkdə haqlısan. Mən doğulandan bəri günahkaram. Ana bətnindən belə təqsirkaram. Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən. Mənə daxilən hikmət öyrət. Məni züfa ilə pak elə, təmiz olum. Məni yu, qardan da ağ olum. Mənə şadlıq, sevinç səsini eşitdir. Qırdığım sümüklərim xoşallansın. Üzünü tut, günahlarımı görmə. Bütün təqsirlərimi sil. Ey Allah, məndə təmiz ürək yarat. Daxilimə yenidən sədaqət ruhunu ver. Məni öz hüzurundan atma. Müqəddəs ruhunu məndən götürmə. Xilasının sevincini mənə qaytar. İtaətkarlıq ruhu verib mənə dayaq ol. Qoy sənin yollarını qanunsuzlara öyrədim. Günahkarlar sənə sarı dönsünlər. Ey Allah, məni azad elə. Qan tökmək təqsirindən məni qutar. Dilim ədalətini mət eləsin. Ey Xudavənd, sən dilimi aç. Ağzımla sənə olan həmdlərimi bəyan eləyim. Sən qurbanlardan zövq almazsan, yoxsa kəsərdim. Yandırma qurbanlarından razı qalmazsan, Allaha məqbul olan qurban sınmış ruhdur. Sən sınan və peşman olan ürəyə xor baxmazsan, ey Allah. Lütfünnlə Siyona yaxşılıq elə. Yerusəlimin divarlarını bərpa elə. Onda doğru yolla təqdim edilən qurbanlardan, bütöv yandırma qurbanlarından zövq alarsan. O zaman qurbangahında buğalar qurban kəsilər.